Hər kəsə salam, bu izahlı təqdimata xoş gəlmisiniz. Gəlin çox uzatmadan birbaşa mətləbə keçək və insan təbiətinin ən qaranlıq, eyni zamanda ən işıqlı künclərinə doğru çox maraqlı bir səyahətə çıxaq. İnsan xarakteri necə formalaşır? Necə olur ki, bəzən inandığımız dəyərlər tamamilə fərqli bir istiqamətə yönəlir? Bugün məhz bu sualların cavabını axtaracağıq. Heç düşünmüsünüzmü, yaxşı insanlar niyə pislik edir? Yəni, çoxumuz elə bilirik ki, bizim mənəvi kompasımız daş kimidir. Hər cür təzyiqə sinə gələ bilər. Biz özümüzü yaxşı insan hesab edirik və inanırıq ki, vəziyyət necə olursa olsun, həmişə ən doğru olanı seçəcəyik. Lakin psixoloji araşdırmalar bizə sübut edir ki, ekstremal vəziyyətlərlə üzləşdikdə bu arxayınlığımız heç də həmişə işə yaramır. Qısaca nəzər salsaq, bugün təhlilimizdə nələrdən bəhs edəcəyik? Lusifer effekti anlayışını, məşhur Stanford həbsxana eksperimentini, pis çəlləklər metaforasını, daha sonra Əbu Qreyb həbsxanasındakı tarixi paralelləri və ən sonda, bəli, qaranlıqdan çıxış yolumuz olan qəhrəmanlığın psixologiyasını müzakirə edəcəyik. Başlayaq. Elə isə gəlin birinci hissədən başlayaq. Lusifer effekti əslində nədir? Bizi formalaşdıran içimizdəki xarakterdir, yoxsa düşdüyümüz vəziyyət? Bilirsiniz, ənənəvi psixologiya həmişə insanın daxili xarakterinə, genetikasına və ya uşaqlığına köklənir. Buna dispozisiya paradigması deyirlər. Amma psixoloq Philip Zimbardo deyir ki, yox, dayanın, o situasiya paradigmasını irəli sürür. Yəni, xeyr və şər arasındakı o qala divarı sandığımız sərhəd var, əslində o ellərə keçilməz deyil. Çox asanlıqla sadəcə xüsusi şərtlər və rollar altında bu sərhəd keçilə bilər. Düşdüyümüz mühit xarakterimizi gözləmədiyimiz qədər dəyişə bilər. Burada Zimbardonun o məşhur çəllək metaforası işə düşür. Təsəvvür edin, bir səbətdə çürük almalar var. Çox adam avtomatik deyəcək ki, problem almadadır, düzdür? Yəni fərqdədir. Amma Zimbardo tamamilə fərqli bir məsələyə toxunur. Bəs alma tamamilə sağlamdırsa, ancaq içinə atıldığı o çəllək özü paslı, çirkli və zəhərlidirsə, necə? Bu pis çəllək bizim ətrafımızdır, mühitdir. Daha da yuxarı baxsaq, pis çəllək yaradanları görərik. Bu isə bütün o mühiti quran sistemlərdir. Qanunlar, siyasətlər. Yəni adamı qınamamışdan əvvəl o zəhərli çəlləyi kimin düzəltdiyinə baxmalıyıq. İndi isə keçək ikinci hissəyə. Tarixin ən qorxulu və mübahisəli psixoloji sınaqlarından birinə. Stanford həbsxana eksperimentinə. 24. Bu rəqəm sadəcə bir rəqəm deyil, eksperimentin ən önəmli detalıdır. Niyə? Çünki bu sınağa qatılmaq üçün tam 70 nəfər müraciət etmişdi. Zimbardo isə onların arasından ən sağlam, cinayət keçmişi qətiyyən olmayan, psixoloji cəhətdən tam stabil 24 tələbəni seçdi. Sonra isə təsadüfi şəkildə onları məhbus və nəzarətçi rollarına böldü. Fikir verirsiniz, burada heç kimin psixoloji travması və ya zoraki keçmişi yox idi. Tamamilə normal, sıradan uşaqlar idilər. Eksperiment əslində düz 2 həftə davam etməli idi. Amma bilin nələr oldu? Hər şey cəmi 6 gün ərzində elə bir cəhənnəmə döndü ki, təcili dayandırmaq məcburiyyətində qaldılar. Birinci gün sadəcə çaşqınlıqla başladı. İkinci gün artıq məhbuslar üsyan edirdi, nəzarətçilər isə amansızcasına o üsyanı bastırırdı. 5-ci günə çatanda vəziyyət artıq kontroldan çıxmışdı, nəzarətçilərdə birbaşa sadist meyillər yaranmışdı. Məhbuslar isə sadəcə təslim olmuşdular, dirəniş göstərməyə gücləri qalmamışdı. Cəmi 6 gün. Sual yaranır, necə oldu ki, bu qədər qısa müddətdə belə bir mənəvi çöküş yaşandı? Bəli, əsas sir işə düşən bəzi psixoloji mexanizmlərdədir. Bunlardan birincisi de-individuasiyadır. Təsəvvür edin, o nəzarətçilərə məşhur güzgülü günəş eynəkləri və eyni uniforma verilmişdi. Sən artıq sən deyilsən, göz təması yoxdur. Sən kütlənin bir hissəsisən. İnsan anonimləşdikdə, yəni kimliyini itirdikdə, şəxsi məsuliyyətdən çox asanlıqla qaçır və o zaman şiddət dolu bir qrupun qaydalarına tabe olmaq an məsələsinə çevrilir. İkinci vəhşi mexanizm isə mənəvi uzaqlaşmadır. Bu nə deməkdir? Məsələn, sınaqda məhbuslara adları ilə müraciət etmək qadağan idi. Sən İvana, Jonu ya da Əli deyilsən. Sən 86-12-sən. Vəssalam, bu qədər sadə. Amma bu kiçik detal qurbanın insanlığını onun əlindən alır. Qurbanı bir əşya kimi görməyə başlayırsan. Hannah Arendt'in dediyi kimi, bəzən şər elə banaldır ki, qəddar əməlləri törədən adam sadəcə nömrə ilə işlədiyini düşünür, məsuliyyəti hiss etmir. Yaxşı, gəlin indi üçüncü hissəyə, biraz daha geniş miqyasa, pis çəlləklərə və ümumilikdə sistemlərə baxaq. Görək böyük şəkildə nələr baş verir. Düzünü desək, müasir elm dünyasında Zimbardonun bu eksperimenti ilə bağlı qızğın debat gedir. Məsələn, bəzi tənqidçilər iddia edir ki, Zimbardo nəzarətçilərə bu qəddarlığa bilərəkdən yönləndirib və tələbələr sadəcə verilən rolu aktyor kimi oynayıblar.
Zimbardo'nun cavabı isə belədir ki, bəli, təlimatlar var idi, amma onlar yalnız həqiqi həbsxana mühitini yaratmaq üçündür. Məhbusların o emosional sarsıntıları, göz yaşları qətiyyən rol deyildi. Biz bu debatlarda heç bir tərəfi tutmuruq, amma bir şey dəqiqdir. Rolların və mühitin insana təsiri təksib edilməzdir. Baxın, Zimbardo burada çox kritik bir məqama toxunur. Sistem vəziyyəti yaradan və qoruyan strukturları əhatə edir. Yəni, hər şey laboratoriyada qalmır. Reallıq elə budur. Əlbəttə, hər kəs etdiyi hərəkətə görə şəxsən cavabdehdir. Kimsə mənlik deyil, sistem belədir deyib məsuliyyətdən qaça bilməz. Amma eyni zamanda zəhərli mühit yaradan o qoca sistemi də günahsız elan edə bilmərik, elə deyilmi? 4-cü hissəyə gəldik. Abu Ghraib paralelləri. İndi biz nəzəriyyədən birbaşa real həyatın ən sərt, ən dəhşətli üzünə keçid edirik. Bəlkə də çoxunuz xatırlayarsınız, İraqdakı Abu Ghraib həbsxanasından sızan o işgəncə fotoları bütün dünyanı şoka salmışdı. O vaxt hərbi rəhbərlik tez ayağa qalxıb dedi ki, bizim sistemdə problem yoxdur. Sadəcə bir neçə pis alma, yəni intizamsız əskər qaydaları pozub. Lakin mənbələrimiz, xüsusən də Zimbardo tam fərqli düşünürdü. O, sübut edirdi ki, əslində Pentagon bu zorakılığa şərait yaradan zəhərli bir çəllək yaratmışdı. Heç bir real nəzarət yox idi. Əskərlərə məhbusları yumşaldın kimi qeyri-müəyyən əmrlər verilirdi, fiziki stres həddini aşmışdı. Belə bir mühitdə nəticə artıq əvvəlcədən bəlli idi. Vəziyyətin reallığını dərk etmək üçün serjant Ivan Chip Frederikin hekayəsinə baxmaq kifayətdir. Adam İraqa getməzdən əvvəl medalla təltif olunmuş, olduqca vətənpərvər, hər kəsin nümunə göstərdiyi qüsursuz bir vətəndaş idi. Heç bir kriminal keçmişi filanda yox idi. Amma o gecə növbəsindəki nəzarətsizlik, bitməyən sistemli təzyiqlər bu nümunəvi insanı necə bir istismarçıya çevirmişdi, inana bilməzsiniz. Bu biz onu günahsız saymağa aparmır, xeyr. Amma mühitin gücünü inkar etməkdə mümkünsüzdür. Və nəhayət, gəldik 5-ci hissəyə. Qəhrəmanlığın psixologiyası. Dərin bir nəfəs alın. Çünki qaranlıq tunelin sonundakı o ümid işığı məhz buradadır. Biz bayaq şərrin banallığından danışdıq. Dedik ki, lazımı təzyiqlər altında hər kəs canavara çevrilə bilər. Amma əgər şər banaldısa, deməli eyni qayda işığın özü üçün də keçərlidir. Qəhrəmanlığın banallığı deyilən möhtəşəm bir yanaşma var. Bu o deməkdir ki, qəhrəman olmaq üçün hansısa mifik super güclərə ehtiyacınız yoxdur. Doğru düşüncə tərzini inkişaf etdirərək hər bir sıradan insan qəhrəmana çevrilə bilər. Bu sadəcə kiçik, amma cəsarətli bir seçim məsələsidir. Bu məqamda gəlin bu cümləni bir dəfəlik yaddaşımıza həkk edək. Qəhrəmanın əksi bir yaramaz deyil, kənardan baxan biridir. Necə də dəqiq səslənir, şər qarşısında səssiz qalmaq, görməzdən gəlmək əslində elə şərin özünə xidmət etməkdir. Məhz buna görə biz özümüzdə qəhrəmanlıq təxəyyülünü inkişaf etdirməliyik. Yəni hamı passiv qalanda belə ilk addım atmağa həmişə hazır olmalıyıq. Qəhrəmanlıq dedikdə adətən çoxumuzun ağlına ancaq əskərlər və yanğın söndürənlər gəlir. Amma inanın mənə, o qədər fərqli qəhrəman növləri var ki, vəzifəsi olmadığı halda dəmir yoluna düşən insanı qurtaran mülki qəhrəman. İşini və karyerasını itirməyi gözə alıb şirkəti daxilindəki korrupsiyanı ifşa edən cəsur bir işçi və ya heç uzağa getməyək. Məktəbdə hamının lağ etdiyi dostunu qoruyan gündəlik bir qəhrəman. Bunların hamısı tamamilə real və əlçatandır. Bəs yaxşı, sual olunur. Biz o zəhərli, bizi aşağı çəkən sistemlərə və təzyiqlərə necə müqavimət göstərə bilərik? Təqdim etdiyimiz araşdırmalardan çox praktik bir qorunma dəsti çıxara bilərik. Birincisi, səhvlərinizi mütləq etiraf edin, yoxsa bu sizi daha böyük yalanlara sürükləyəcək. İkincisi, şəxsi məsuliyyət götürün, hamı belə edirdi deməyin. Öz unikal kimliyinizi qoruyun, kütləyə qarışıb yox olmayın. Anlıq qərarlar yox, hərəkətlərinizin uzun müddətli nəticələrini düşünün. Və ən əsası, o kütlə təzyiqindən qorxmadan, ədalətsiz sistemin qarşısında dimdik durmağı bacarın. Və ən möhtəşəmi nədir bilirsiniz? Bütün bu söylədiklərimiz kağız üzərindəki nəzəriyyə deyil. Hazırda dünya miqyasında fəaliyyət göstərən qəhrəmanlıq təxəyyüllü layihəsi var. Məsələn, Budapeştdə insanlara kənardan sadəcə izləyici olmamağı öyrədirlər. Palermoda gənclərə o sındırıcı və bölücü cəmiyyət normalarını dəyişməyə aşılayırlar. Bütün dünyada bu dəqiqə gözləyən qəhrəmanlar ordusu yetişdirilir. İndi isə gəldik yekuna. Bütün bu təhlildən sonra sizə çox kəskin və bir o qədər də düşündürücü bir sual verirəm. İnsan təbiətinin şəraitlə necə tez dəyişə bildiyini, passivliyin bizi o qaranlığa necə sürüklədiyini öz gözlərinizlə gördünüz. Bəs siz özünüzü bu böyük rəsmdə harada görürsünüz? Hərəkətə keçməyə hazırlaşan o cəsur, gözləyən qəhrəmansınız, yoxsa sadəcə səssizcə kənardan baxan biri? Növbəti dəfə hər hansı mənəvi bir sınaqla üzləşdiyinizdə, ümid edirəm ki, sizi əhatə edən o çəlləyin deyil, öz saf vicdanınızın səsinə qulaq asacaqsınız. Bu vacib mövzunu mənimlə birlikdə araşdırdığınız üçün hər birinizə təşəkkür edirəm.